Milli Məclisdən 4 otaqlı mənzil alıb Bu 8 milyonu necə götürübdür? Korrupsiyanın başında İlham Əliyev dayanıb. Prezidentliyə namizədlərin teledebatlarda vədləri ilə yanaşı xeyli də ittihamlarını eşidirik. Biri digərini gah milyonlar, milyardlar mənimsəməkdə, gah mülklər, gah da kitab, əsər mənimsəməkdə ittiham edir. Milli Şuranın vahid namizədi Cəmil Həsənli demək olar ki, hər debatda hazırki prezident İlham Əliyevin ölkədən çıxardığı 48 milyardın 75 milyonluq Dubay mülklərinin sənədlərini istəyir. O 48 milyard Əliyev ailəsinin Azərbaycandan çıxartdığı deməli vəsaitlərin, materialların toplayıb gətirəcək və bu Cəmil Həsənli 48 milyard dollar deyərkən Britaniya parlamentinin himayəsi ilə 2003-cü ildə yaradılan və mərkəzi ofisi Londonda yerləşən Tax Justice Network qeyri-hökumət təşkilatının hesabatına istinad edir. Həmin hesabata görə 1993-2010-cu illər arasında Azərbaycandan ofşor zonalara 48 milyard dollar ötürülüb. The Washington Post qəzeti isə yazır ki, Əliyevlərin Dubayda 75 milyonluq mülkü var. Bu ittihamlara teledebata İlham Əliyevin nümayəndəsi qismində qatılan Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədov cavab verib. Siz Azərbaycandan kənarda Azərbaycana böhtan atmaq məqsədi ilə yazılmış xarici mətbuatdakı yalanları burada Azərbaycan cəmiyyətinə çatdırmaqla məşğulsunuz. Bu isə cinayətdir. Hesab edirəm ki, siz bu cinayətə cavab verəcəksiniz. Azərbaycanda 48 milyard pulun çıxarılması sadəcə mümkün deyil, ona görə ki, bu qədər pul Azərbaycanda yoxdur. Azərbaycana daxil olan neft gəlirlər də, Azərbaycanda əldə olunan bütün gəlirlər də Azərbaycanda dəqiq uçota aparılır və 48 milyard vəsaitin Azərbaycandan çıxarılması sizin tərəfdarlarınızın və sizi dəstəkləyən xarici qüvvələrin Azərbaycana böhtan atmaq kampaniyasından başqa bir şey deyildir. Əliyevlərin Dubaydakı mülklərinə gəlincə, hələ 3 il öncə bu məlumat yayılan zaman Azərbaycan Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov demişdi ki, burada qeyri-adi heç nə yoxdur. Heç bir qanun prezidentin ailə üzvlərinə, onun həddi buluğa çatmış uşaqlarına və yaxınlarına hər hansı bizneslə yaxud kommersiya fəaliyyəti ilə məşğul olmağı qadağan etmir. Bir faktı da nəzərə almaq lazımdır ki, cənab prezidentin qızlarından biri kifayət qədər maddi imkanı olan ailənin gəlinidir. İlham Əliyevlə bağlı bu ittihamları yenidən gündəmə gətirən Cəmil Həsənliyə qarşı da iddialar diqqət çəkir. İlham Əliyevin nümayəndəsi Siyavuş Novruzov onu Milli Məclisdə növbədən kənar ev almaqda suçlayır. Daha bir ittiham onun 2000 manat təqaüdü saxta yolla əldə etməsi ilə bağlıdır. Növbədə duranların üstünə bir xətt çəkdin, əlva bir imkan düşən kimi və Milli Məclisin xeyir-şər üçün müəyyənləşdirdiyi zirzəmisində Fərhad Əliyev dərhal özəlləşdirdi, sənə hədiyyə verdi. Hansı məqam düşüb o dəqiqə qarmalamısan? Cəmil Həsənli deyir ki, 2000 manat təqaüdü qanuna uyğun alır. Həm millət vəkili olduğuna, həm də 3-cü qrup əlilliyə görə. O ki qaldı evə, Cəmil Həsənli deyir ki, parlamentin demək olar bütün üzvləri ev alıb. O evi növbə ilə əldə edib. 1998-ci il zəlzələsində evi qəzalı duruma düşüb. Parlament komissiyası yoxlama aparıb, bundan sonra növbəyə durub mənzil alıb. Professor zirzəmi məsələsinə də aydınlıq gətirir. Orada 6 bloklu mənzildir. 6 bloklu mənzilin deməli hamısında zirzəmilər təklif edildi birinci mərtəbədə yaşayanlara. O 10 nəfər o birinci mərtəbədə yaşayan Yeni Azərbaycan Partiyasının üzvləri idi. 11-ci nəfər mən idim. Müvafiq qaydada dövlətin qaydaları necədir, qiymətləri necədir, qanunları necədirsə, həmin qaydada da həmin zirzəmi deməli mənim tərəfimdən özəlləşdirilibdir və özəlləşmə işlərinə də Dövlət Əmlak Komitəsində bu işlər həyata keçirilib. Cəmil Həsənli deyir ki, özəlləşdirmənin keçmiş İqtisadi İnkişaf Naziri Fərhad Əliyevlə heç bir bağlılığı olmayıb. İsa Qəmbər plagiatla Fərdə Məmmədovanın əsərini çap elətdirir, yayır. Seçki kampaniyası dövründə təkcə namizədlərlə bağlı deyil, müxalifət liderlərinə yönəlik iddialar da səslənir. Müsavat Başqanı İsa Qəmbərin Anti-Ocaq əsərini Fərdə Məmmədovadan oğurlaması fikri artıq bir neçə dəfə səslənib. Hazırda Milli Aviasiya Akademiyasında kafedra müdiri çalışan Fərdə Məmmədova bunun təzə söhbət olmadığını deyir. Mən oxuyanda мне стало плохо. Это моя докторская от и до. У него была готовая моя работа. Hamı bilir ki, o mənim əl yazmamı, mənim fikirlərimi götürüb Zori balayına cavab vermişdi. Bunu bütün şəhər bilir.
Müsavat başqanı İsa Qəmbər deyir ki, 2000-ci ildə sosial demokratlara yaxın İstiqlal qəzeti bu böhtanı onun ünvanına yazıb və o qəzeti məhkəməyə verib. Məhkəmə İstiqlal qəzetinin ona qarşı böhtan yayması və ondan üzr istəməsi barədə qərar çıxarıb və qəzet məhkəmənin qərarı ilə təksif verib. Üstündən 13 il keçəndən sonra sosial demokratlar təzədən bu yalanı tirajlayırlarsa, təbii ki, bu mənasız bir cəhdir. Əvvəla mənim Ocaq əsərinə cavab yazımda təxminən mətnin 1/10-dən də az bir hissəsi Albaniya dövrü ilə bağlı idi. Bütövlükdə bu əsəri plagiat elan etmək cəhdləri də absurddur. Əgər istəyərlərsə, yenidən məhkəmə üstərisində bu məsələni müzakirə etməyə biz hazırıq. Daha bir iddia isə Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli ilə bağlıdır. Bu adam 8 milyon Azərbaycanın o dediyi ki, hansı ki, güya ki, ailə üzvlərinə aiddir. O ailə üzvlərinə aid olan bank mən inanmıram ki, buna pul verir. Bu 8 milyonu necə götürübdür? Əli Kərimli haqqında bank əməliyyatları apardığı və güya 1 ilə 8 milyon dollar xərclədiyi haqda iddialara mətbuatda cavab verib. O, heç bir xarici ölkə və fonddan qrant almadığını, heç bir bankdan kredit götürmədiyini yazıb. Azərbaycanda prezident seçkisi oktyabrın 9-udur. Prezidentliyə iddialı 10 namizədin təşviqat kampaniyası oktyabrın 7-sində başa çatır.